Demək dostlar, Ofuşa qəşəng hədiyyə almışam. İndi hədiyyə ilə tanış olma vaxtıdır Ofuş. Biz hədiyyəni uşaqlarla bir yerdə almışıq, amma bir şərtlə. Tər su içindəsən. Bir şərtlə gözünü açmayacaqsan. Gözünü açsan, hədiyyə sayılmır, mən də inciyəcəm. Düşün uşaqlar. Hədiyyəni bunlarla bir yerdə seçmişik, almışıq. Yox, boyun çatmayacaq. Gözünü bağlayır. Bağla. Sıx, görməyəcəksən. Tutun abi. Əsasca tut Ofuşuna. Tutun. Ata sen git hədiyyəni gətir. Yox, hədiyyə qoy özü də yazsın. Gəl. Tut Rabia şu. Yox, qorxma, qorxma. Ofuş yedirsən, bizə güvən. İşte deyir. Gəl. Yedi. Qorxma. İndi gözün. Mən gedim hədiyyəni gətirim. Ofuş heyecanlanırsan. Orada ürəyimə bax. Qorxuram. Çok seveceğim bir şeydi Ofuş. Böyük bir şeydi uşağım. Demeyeceğim. Ya demeyeceğim. Böyle bir şeydi ama. Ürəyimə bax. Panik atakım var mənim. Biraz göster. Birinci tahminler. Atsan. Açım. He. Qorxuram. Korkma verim onu. Nə bilim açım. At tabii. Elimizde söylenmedi hiç sana layık düşler benden önce tutsak yüreğim biliyorsun sen de ince ince yangın yeri hep buralar sayende yok şikayet gel bir sarayım aşkın olayım. Ata. Sənman. Ağıllı. Sürə bilərəm. Ha. Bir şey deyim. Hı. Bana. Sizin yanınıza gələndən ən çox darıxdığım şeylərdən biri at çapmaq idi. Mən lisədə hobbim idi bu. Heç gözləməzdim də. Day mən buradan tərpənmə. Ne diyorsan, sen burada kalmayınca elimizden geleni elli. Bakını yatırmışam sence buraya. Antalya, Bodrum. Bakalım sen. Hala havuzumuz da var. Onda Hovuzumuz da var. dostlar hədiyyəmi bəyənsiz kommentlərdə bildirəsiniz. Əsnirim qıraq. Bizə çatdı, tənbəlləşdi də. Ata ağzından çıkarttı o şey otu. Şako indi uşaqları sürür bir-bir. Çox sağ ol aşkım.